İşə gedirik. Yol üstü etdiyimiz söhbətlərdə millət vəkili ilə bir çox mövzularda danışdıq. Söhbətin bəzi hissələrini sizə təqdim edirik. Hər dəfə belə bu fürsətdə hansısa bir fürsətdən istifadə edib bir Azərbaycanın hansısa bir bölgəsinə mütləq gedim. Və mənim üçün fərqi deyil hansı rayona getmək, hansı regiona getmək. Çünki hər bir bölgəsində bu mənim vətənimdir. Mənim yadımdadır bir bölgəyə getmişəm. Orada dedilər ki, əziz qonaqlarımız, siz bizə xoş gəlmişsiniz. Deyirəm, Azərbaycanlı öz torpağında qonaq ola bilməz. Xoş gəlmişsiniz, çox sağ olun, amma mən qonaq deyiləm. O zamanın belə deyək gənc liderləri və bugünün gənc liderləri fərqli cəhətlər çoxdur. Çoxdur desəm az deyərəm. Çünki həddindən artıq çoxdur. Çünki o vaxtı demək olar ki, məndən böyük bir bəlkə 10 yaş məndən böyük, yəni belə bir yaş fərqliyi var idi. Yəni mənim 25 yaşım var idi. Ondan sonra bir 35, 36, 37. Ona görə mənə elə gəlir ki, bu günləri o vaxtı da demək olar ki, gənclər təşkilatların sayı Bir o qədər də çox deyildi. Sıfıra bərabər idi. Qarabağa nə vaxt yenə yol düşə bilər? Necə düşünürsünüz? Mən hesab edirəm ki, yaxın vaxtlarda. Mən bu barədə realistəm, optimist deyiləm. Mən demək olar ki, heç vaxt optimist olmamışam, mən həmişə realist olmuşam. Amma mən hesab edirəm ki, realist kimi deyə bilərəm ki, yaxın vaxtlarda. Mən belə düşünürəm. Əgər mən səhv edirəmsə, mən çox məyus olacağım, amma mən hesab edirəm ki, mən səhv etmirəm. Rəsmilər qeyri-rəsminin bu dəfəki qəhrəmanı millət vəkili Anar Məmmədxanov Oğuzda gənclərlə görüşür. Sən demə, Anar Məmmədxanov özü də 23 yaşında olarkən Avropada gənclərin beynəlxalq konfransında Azərbaycanı təmsil edib. Gənclər və İdman Nazirliyi İrəli İctimai Birliyinin təşkil etdiyi bu görüşdə Anar Məmmədxanov gənclərin müxtəlif suallarını cavablandırır, onlarla qeyri-rəsmi söhbətlər edir. Millət vəkili gənclərlə söhbət zamanı zarafatından da qalmır. Mən görürəm burada mənə qarşı diskriminasiyadır. Tək mən pencəydəyəm. Ona görə qeyri-rəsmi olmaq üçün mən pencəyimi çıxardaram. Və çalışaram ki, bizim görüşümüz tam qeyri-rəsmi keçsin. Buraya gələrkən yadıma düşdü ki, 93-cü ildə mən Hollandiyada belə bir konfrans keçirilibdir. Deməli, qaynar nöqtələrdən dünyanın ən gənc liderləri görüşürlər. Mənə də qismət olub həmən konfransda iştirak etmək Azərbaycanın adından və mənim o vaxtı 17 il bundan qabaq heç ağlıma da gəlməzdi ki, İndi Azərbaycanda, nəinki Bakıda, gözəl Gülşəsində, Oğuz şəhərində biz belə bir konfrans keçirdə bilərik və hesab edirəm ki, bu Azərbaycanın tərəqqisinin bir nümayiş etdirir. Mən sizə təşəkkür edirəm. Xoşlamıram nə müəllimlik etməyə, nə mollalıq etməyə. Ona görə leksiya oxumaq fikrində deyiləm. Mən çox istəyərdim ki, siz öz suallarınızı verəsiniz. Mən də çalışaram ki, səmimi və qeyri-rəsmi öz fikirlərinlə sizinlə bölüşüm. Çox sağ olun. Anar müəllim sizə çıxış edəndə sağınızdakı gənc Ramiz Məmmədli ən azından təxribatdır. Əhribat 100%. Ermənilər.
Ramiz Məmmədli. Buyurun. Aynen. Elə bir səmimi mühitdən başlayaq istəyirsən. Mən belə bir hadisə eşitmişəm. İstəyirəm onu soruşum. Əgər elə bir şey olubsa, onu siz özünüz biraz daha təfsilatla izah edəsiniz, danışasınız bizə. Al Pacino'nun xaş yeməyə getmisiniz? Yox, Al Pacino yox, De Niro. De Niro. Bəli. Zəhmət olmasa, onu bilən eşitməyənlər varsa, zəhmət olmasa. Aleksandr Abdulov o mənim çox yaxın dostum idi. O məni Moskva kinofestivalına dəvət edib. Mən bir qeyri-rəsmi olaraq, amma bir qonağı idim və o məni orada nəinki De Niro ilə, həmçinin də gözəl xanımı ilə Katrin Deneuve, sonra Mikel Plaçido, siz cavansınız, bilmirəm, Sprut filmini yadınızdadır yoxsa yox? Komissar Katani, bəli. O həmən adamla da məni tanış eləyib. Ondan sonra da biz De Niro ilə də söhbət elədik və biz orada belə şam yeməyini yedik, söhbət elədik. O məndən soruşdu ki, bəs Azərbaycanlılar səhər-səhər nə yeyirlər? Mən də qayğanat əvəzinə, qaymaq əvəzinə dedim ki, biz xaş yeyirik. İndi deyir, bu xaş nə deməkdir? Mən başladım ona izah etməyə. O dedi ki, mən başa düşmürəm. Burada yemək olar Moskvada. Mən də fikirləşdim, hamıya saat 5 idi səhər, hamıya başladım zəng etməyə və belə bir Bakıdan olan bir Yahudilər belə bir restoran var. Alyonoshka adında nədənsə, bilmirəm. Bakı, Yahudilər və Alyonoshka bu bir-birindən heç bir məntiqə yox idi. Orada biz getdik ora. Amma o vaxtı De Niro hansısa bir filmdə çəkilirdi. O saqqallı idi. Və çox maraqlı və gülməli o idi, məzəli idi. Həmən o Alyonoshkanın sahibləri bildilər ki, mən gəlirəm ora. Mən heç demədim kimlə gəlirəm. Onlar belə düzülübdülər. Mənlə öpüşürlər, salam əleykum anar mənim, xoş gəlmisən. Mən də deyirəm ki, axı bunu tanıyırsınız. Demək istəyirdim ki, bu Robert De Niro'dur. O dedi ki, o da bizim qardaşımızdır. Onu öpdülər. Mən dedim ki, bu Robert De Niro'dur. Belə bilirsiniz nədir? O deyir, Robert De Niro kimdir? Mən də başladım oxumağa. O deyir, tanıdım. Biz yedik, çox xoşuna gəldi, düzdür. Xaşı. Ondan sonra da burada bir-iki dəfə mən bundan danışdım. Ondan sonra bir əfsanə kimi oldu bu. Biz onu qarşılama bilmirik ki, bizim balabanımız Eurovision səhnəsində səsləndi Ermənistan tərəfinin milli aləti kimi. Niyə biz onu qarşılama bilmirik ki, Qarabağla bağlı film çəkilir. Digər bir məsələ məni maraqlandırırdı ki, siz hal-hazırda Türkiyənin yerli siyasəti nə dərəcədə səmimi qəbul edirsiniz? Çünki bildiyimiz kimi Türkiyə bu xüsusilə Ermənistanla filan yaxınlaşmaları Obama'nın Türkiyə Böyük Millət Məclisindəki çıxışından sonra baş vermişdi. Münasibətlər bu qədər dərinləşdirsin. Ola bilməzmi ki, Obama yenə digər bir fövqəladə güc dövlətləri ona təsir göstərsinlər və ratifikasiya məsələsində Türkiyə şəxsi mövqeyi bir qədər kölgəyə alır. Balabanla başladınız, Obama ilə tutardınız. Rəsmilər qeyri-rəsmi davam edir. Millət vəkili Anar Məmmədxanovla çay süfrəsində söhbət edirik. Qəhrəmanımız ailəsindən, övladlarından, yaxın dostlarından danışır. 10 il əvvəl 20-ci əsrin çempionu olan Bakılı Oğlanlar komandasının üzvləri arasındakı münasibətlərə də bir kapitan kimi aydınlıq gətirir. Neçə yaşında evlənmisiniz? 23. Nişanlanmışam 21 yaşında, evlənmişəm 23 yaşında. Tez deyildi. Artıq 23 yaşında, bilirsiniz, təbii ki, cavan idim. Amma eyni zamanda artıq formalaşmış bir insan idim. Sevib evlənmisiniz? Təbii, biz məktəbdən bir-birimizi tanıyırdıq. Bir məktəbdə oxuyurdunuz? Yox, o 6-cı nömrəli məktəbdə, mən 160 nömrəli məktəbdə. Artıq haradasa bir ümumi dostunun yanında onun ad günündə görüşmüşük.
Siz mən soruşanda ki, sevib evlənmisiniz, dediniz ki, təbii, amma bəzən görsən ki, başqa cürə də olur da. Yəni əvvəlcədən hər şey hesablanır. 23 yaşında da yoxdur. 23 yaşında. 3 uşağınız var. Bəli. Bir Böyük oğlum, sonra 2 qız. Neçə yaş var oğlunuzun? 16. Maşallah. Amma eyni zamanda bilirsiniz 16 indi dedim və həmişə 16 kimsə soruşanda məndən ki neçə yaşı var 16 amma hələ bir bu dünən olub. Vaxt tez keçir. Çox. Hamıya da özdə cavanlara, gənclərə hansılar ki indi bu gün bizim verilişimizə baxırlar. Hamıya deyirəm ki vaxt olduqca çox tez keçir. Övladlarınızı hansı prinsiplərlə böyütmüsünüz? Bilirsiniz, mən bir neçə dəfə bu suala cavab vermişəm və çalışmışam ki, açıq, aydın və səmimi olum bu barədə. Hansısa prinsip yoxdur. Bilirsiniz, prinsip ancaq, misal üçün, paraşütdə sən çıxırsan, orada da prinsip, instruksiya var ki, bir 40 saniyə keçirsən, bir düyməni basırsan və s. Uşaqlar bu insandılar. Mən həmişə demişəm ki, nə qədər sərbəst və nə qədər məsuliyyətli onlar olsalar, o qədər də yaxşıdır. Çünki mən onları hardasa kömək eləyə bilərəm. Amma mən həyatı onların əvəzinə yaşaya bilmərəm. Ona görə onlar həm sərbəst, həm də məsuliyyətli. 2 prinsip var. Və təbii ki, bu məsuliyyət termini mən söyləyəndə, mən təbii ki, onu da nəzərdə tuturam ki, o vicdan, namus, əhlaq və s. və təbii ki, bu billik, maariflənmək və s. Səhv etmirəmsə, 2003-cü ildə siz evliliyinizin 10 illiyini qeyd etdiniz. O zaman şəkilləri görmüşəm, videoda baxmışam. Rusiyadan, xüsusən Rusiyadan tanınmış çox populyar aktyorlar, müğənnilər gəldilər. Ondan sonra söhbət yağdı ki, Anar Məmmədxanov 200-200 min dollar xərclədi ki, onları gətirsin. Həqiqət var, yoxsa? 1 qramlıq həqiqət yoxdur. Onlar, əksinə onlar hərcləyiblər ki, buraya gəlsinlər. Çünki onlar mənim doğrudan həqiqi dostlarımdır. Və mən prestij üçün onlarla dostluq eləmirəm. Sizə yaxın olan insanlar, dostlar, yoldaşlar bilirlər ki, həqiqətən də Aleksandr Abdulovla çox yaxın münasibətləriniz olub. Və elə əyləşdiyimiz məkanda o sizinlə birlikdə Bakıya gələrkən və burada da birgə olmusunuz. Və hamı bilir ki, yenə də sizə yaxın olan insanlar onun dünyasını dəyişməyə çox pis təsir etdi sizə. Yəni, o düzdür. Bilirsiniz, indi belə bir şey olub. Bu, bilirsiniz, hərdən bir bəzi insanlar gəlib deyirlər, ay mən vətəni sevirəm, filan sevirəm, filan sevirəm. Və bu bilirsiniz nəyə bənzəyir? Bənzəyir ki, insanlar gəlsinlər, hər gün desinlər ki, mən öz valideynlərimi sevirəm. Bu sənin borcundur və bu belə də olma müqəddəs borcudur. Və dostluqda, dostluq və yaxşı gündə, qara gündə sən həmişə öz dostları ilə bir yerdə olmalısan və bu heç bir qəhrəmanlıq deyil. Və mənim üçün doğrudan böyük təsir idi ki, o təzə xəstələndə və bu xəstəliyin diaqnozu məlum olanda, bəlli olanda mən getdim İsraildə ondan 10 gün bir yerdə oldum xəstəxanada, onkologiya centrdə, mərkəzində onunla bir yerdə. Və mənə ən pis təsir eləyən mən birinci dəfə onu xəstə görəndə olum. Mən palatanı açdım, reanimasiyanı və onu gördüm. Və belə alınıb ki, o heç kimi görmək istəmirdi. 1-2 nəfər onun, Lyoş Arlov və təbii ki, onun xanımı, mən. Və belə alınırdı ki, biz belə növbətçi kimi onun yanındaydıq. Və çox, bilirsiniz, dostluq belə bir şeydir, hələ bilirsən ki, hər şey daimidir. Belə bir sir açım. İsrail olanda ona birinci dəfə ximiya eləyiblər. Və mən belə alındı ki, mən əlaqə yaratdım cənab prezidentlə, İlham Əliyevlə və Saşa Abudulovla. Onlar da çox yaxın dost idilər. Və bizim prezidentlə söhbət elədi bir yarım saat. Ondan sonra hələ bir uçurdu. Hələ bir uçurdu, hava rüyəsi qalxdı, zarafat başladı etməyə və s.